Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Abşeron rayonunun Saray qəsəbəsində 14 yaşlı yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb. Xəbər verilir ki, bu barədə uşağın atası Amid Turabov məlumat verib. O bildirib ki, oğlu Mübariz Turabov həyətdə velosiped sürərkən küçə itlərinin hücumuna məruz qalıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə ağır vəziyyətdə Sumqayıt şəhər uşaq xəstəxanasına çatdırılıb. Hazırda onun müalicəsi davam etdirilir, faktla bağlı araşdırma aparılır. Paytaxtda 76 yaşlı kişi yıxılaraq ölüb. Xəbər verilir ki, Xocasan qəsəbə sakini 1950-ci il təvəllüdlü Famil Nazımoğlu Abdullayev yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş Famil Abdullayev orada ölüb. Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.